mövzudur. Ancaq mövzuya keçid eləməmişdən əvvəl istəyərdim ki, auditoriyadakı şəxsləri tanıyım. Yəni burada müəllimlər, pedaqoqlar və yaxud da valideynlər kimlər var? İstəyərdim ki, biz sizi tanıyaq, sonra da keçək mövzumuza. Və yaxud da peşələrinizi və s. chat bölməsinə də yaza bilərsiniz ki, mən ən azından sizləri bilək ki, kimlər var burada. Aha, Gülər xanım qeyd elədi, müəllim, çox gözəl. O halda siz də bu günləri bizim mövzumuzda belə deyək, diskussiya iştirak eləyərsiniz. Çox gözəl, tələb. Əla, Günər xanım da müəllimədir. Nə gözəl, İbtidai müəlliməsi də var aramızda. Şagird də var, müəllim var. Çox gözəl, auditoriya tam mövzuya uyğundur, bu məni sevindirdi. O halda keçid eləyək biz mövzumuza. Mövzumuz emosional zəkadır. Emosional zəka sözünü yəqin ki, eşitmişsiniz. Yəni, son illərdə artıq daha da aktualdır bu mövzu. Emosional zəka nədir? Bu, istəyirsə Kamil bəy, orada slaydı göstərə bilirik. Bir dəqiqə göstərin. Aha, zəhmət olmasa. Kamil bəy slaydı açana qədər biz başlayaq danışmağa. Emosional zəka nədir? Emosional zəka insanın öz emosiyalarını anlamaq, idarə etmək və başqalarının emosiyalarını tanıyıb onlarla sağlam şəkildə ünsiyyət qurmaq bacarığıdır. Yəni ki, insan biz burada sadəcə hisslərdən danışmırıq. İnsan öz emosiyalarını anlayır, idarə edir və başqalarının emosiyalarını tanıyıb onlarla sağlam ünsiyyət qurma bacarığına malikdir. Bugün yəqin ki, siz də mənlə razılaşarsınız ki, təhsildə daha çox intellektual bacarıqlar ön plandadır. Yəni, buna aiddir bilik, məsələn, yaddaş, nəticə, qiymət və s. Bunlar daha çox ön plandadır. Amma hər hansısa bir müəllimin və yaxud da şagirdin emosiyalarını idarə edə bilməməsi, bu idarə edə bilmirsə, bu zaman bu biliklər çox vaxt davranış səviyyəsində özünü göstərmir. Yəqin ki, sizin də ətrafınızda elə belə deyək də, elə şagirdlər, elə məsələn, indi şagirdlər var, elə sinif yoldaşlarınız və s. var ki, görürsünüz ki, məsələn, çox yaxşı oxuya bilər, intellektual cəhətdən çox super ola bilər, hər şey çox mükəmməl ola bilər, ancaq davranışları hədsiz dərəcəsində pisdir və yaxud da emosiyalarını idarə etməsi çox zəifdir. Bu zaman nə edirsiniz? Yəni, artıq nə olur? Yəni, o biliklər onun o davranışına çox az təsir göstərə bilmir, özünü göstərə bilmir. Və Harvard Universitetində belə bir araşdırma aparıblar ki, həyat uğurunun 20% IQ ilə, yəni intellektual zəka ilə, 80% isə EQ ilə əlaqəlidir. Yəni, bugün artıq biz bu araşdırmadan da belə başa düşə bilirik ki, emosional zəka insan həyatında çox böyük bir mühüm rol oynayır. Və eyni zamanda biz bu günləri sizinlə həm də bunun təhsil səviyyəsində nə dərəcədə rol oynadığını öyrənəcəyik. Yəni, emosional bacarıqlar bizim akademik, peşəkar və şəxsi həyatımızın keyfiyyətini müəyyənləşdirir. Aha, slaydımızı aça bildik. Və keçid eləyək, emosional zəkadan təbii ki, hər hansısa bir mövzudan danışarkən biz mütləq şəkildə onun elmi əsasını da bilməliyik. Yəni, psixologiya, belə deyək, sizə biraz mövzudan haşiyə çıxacaq. Psixologiya elə bir elmdir ki, çox zaman hər bir insanın danışdığı, hər bir insan düşünür ki, mən yaxşı psixoloqam, məndən yaxşı psixoloq çıxar, aha, iki kəlməni yan-yana diziriksə, deməli, bu yaxşıdır və s. Belə şeylər çox danışılır. Ancaq psixologiya əslində dərin bir elmdir. Yəni, bu elmdə hər bir dediyimiz sözün böyük bir mənası var. Hər bir dediyimiz söz, bu günləri bu söz yaranırsa, bu böyük bir araşdırmanın nəticəsidir. Və biz bu günləri emosional zəkadan da danışırıqsa, mütləq şəkildə bunun artıq elmi əsasına keçid eləməliyik. Slayd istəyirsiniz, çevirək. Emosional zəka anlayışı ilk dəfə 20-ci əsrin sonlarında iki psixoloq tərəfindən öyrənilib. Yəni, buna Peter Salovey və John Mayer tərəfindən işlənilmişdir. Onların fikrincə, emosional zəka insanın emosiyalarını tanıma, onlardan istifadə etmə, anlama və tənzimləmə bacarığıdır. Və daha sonra, artıq bir müddətdən sonra Daniel Goleman bu anlayışı genişləndirir və biz bu günləri onun əsas komponentlərindən danışacağıq. Ona görə o genişləndirir və qeyd edir ki, təhsildə, idarə etmədə, ailədə, sosial həyatda onun necə əhəmiyyətli olduğunu göstərir. Golemana görə emosional zəka 5 əsas komponentdən ibarətdir. Ancaq biz bu komponentləri deməmişdən qabaq, belə bir nüansı da nəzərinizə çatdırmaq istəyirəm ki, hansı peşə sahibi olmağınızdan asılı olmayaraq, əgər sizin işlədiyiniz obyekt birbaşa insandırsa, yəni biz insanla birbaşa ünsiyyətdəyiksə,
Bu zaman heç bir prosesə, heç bir şeyə biz tək tərəfli baxa bilmərik. Mütləq şəkildə iki tərəfli qarşılıqlı əlaqə şəklində, müqayisəli şəkildə baxmalıyıq ki, bunun şəklinin nəticəsinə düzgün şəkildə qərar verə bilək. Hadisələrə daha obyektiv şəklində baxa bilək. Və eyni zamanda biz bu günləri danışdığımız hər bir mövzunu sadəcə müəllimlərin tərəfindən baxmayacağıq. Həm şagird, həm müəllim nöqteyi nəzərindən baxacağıq ki, artıq ola bilər ki, müəllim bu şəkildə düşünür, bu şagirdə başqa cür təsir edir, şagirdin bu şəkildə düşünməsi müəllimə başqa cür təsir eləyir. Və biz ona görə də bu günləri istəyirəm ki, hər iki tərəfli müqayisəli şəklində danışaq. Və keçid eləyək Golemonun emosional zəka üzrə olan 5 əsas komponentinə. Golemon deməli nə edir? O bildirir ki, bu 5 əsas komponentdən birincisi özünü dərk etmədir. Özünü dərk etmə, self-awareness deyilir buna. Bu nədir? Öz emosiyalarını tanımaq, onların səbəbini başa düşmək və davranışa təsirini dərk etməkdir. Aydın məsələdir. Bunu misal olaraq göstərək. Bir müəllim olur, yaşından asılı olmayaraq ola bilər ki, sinifə daxil olur və sinifə əl almaqda çətinlik çəkir. Məsələn, uşaqlar sinifi dağıdır və yaxud da çox səs salırlar və sairə müəllimə tabe olmurlar. Və müəllim dərsdə bu səssizliyə nail ola bilməyəndə əsəbləşir. Və müəllim əsəbləşərkən o artıq öz duyğusunu tanıyırsa, bildirirsə ki, yəni mən artıq düşünür ki, mən indi əsəbiyəm, çünki özümü nəzarətsiz hal-hazırda hiss eləyirəm. Bu artıq nədir? Özünü dərk eləmədir. Müəllim artıq əsəbi olmağının səbəbini bilir, öz duyğusunun səbəbini bilir və özünü dərk eləyir. Bunu biz keçid eləsək, şagird səviyyəsində buna baxsaq, şagird üçün bunu belə bir səsləndirə bilərik ki, ola bilər ki, müəllim şagirdə bir səs formasında gəl dərsə cavab ver və yaxud da hər hansı bir sual soruşa bilər. Şagird o zaman cavab verə bilmədiyi halda və belə bir şəkildə öz hissini bu şəkildə ifadə edə bilər ki, mən indi qorxdum, ona görə də cavab vermədim. Nə oldu artıq? O öz duyğusunu başa düşdü. Öz duyğusunun artıq nə demək olduğunu dərk elədi. Özünü dərk eləməyən şəxs davranışını dəyişə bilmir. Çünki davranışın emosional kökünü anlamır. Bunu məsələn başqa bir sferadan da misal göstərə bilərik ki, deyək ki, hər hansı bir travmamız var. Hər hansı bir travma. Ola bilər, məsələn, bir insanın atası ilə bağlı bir travması var və atasının xarakterindən, o tipdə o insan xarakteri ilə bağlı müəyyən bir travmalar yaşayıb və s. Və gəlir başqa bir ortamda, başqa bir mühitdə atası xarakterində və yaxud da atasının elədiyi hər hansı bir hərəkət kimi kimisə hərəkətini görür. Və gün boyunca və o situasiyadan çıxandan sonra gün boyunca bu insan gərgin olur, gün boyunca nələrsə onu tədirgin edir və yaxud ümumiyyətlə həmin o situasiyada narahatçılıq keçirir, bədəni bir əsir, coşur, özündən asılı olmayaraq bədəni fərqli reaksiyalar verir və bu adam əgər o öz hissini başa düşürsə ki, hə, mən artıq bu günləri ona görə beləyəm ki, çünki atamla yaşadığım travma bu adam mənə atamı xatırlatdı və hal-hazırda mənim travmam tetikləndi. Onu anlayırsa, artıq nədir? O emosional kökünü anlayır və istəsə davranışını dəyişə bilər. Ancaq özünü dərk eləmirsə, məsələn, niyə olduğunu başa düşmürsə, bu hər zaman nə olacaq? Fərqli yönlərə yönlənmiş olacaq. Məsələn, ola bilər düşünər ki, başım ağrıyırdı və yaxud da nə bilim başqa-başqa və hər dəfəsində bu situasiya getdikcə təkrarlanacaq. Və bu adam əgər emosiyasını başa düşür, bilirsə ki, məsələn, bu hal-hazırda emosional olaraq olduğu vəziyyət atasının yaşadığı travmasına görə belədirsə, artıq o bununla və özü həll edə bilməsə belə, artıq peşəkar yardım alıb onun kökünə də gedə bilər. Yəni nəticə nədir? Özünü dərk eləməyə çalışmaqdır. Özünü dərk eləməyən şəxs davranışını dəyişə bilmir. Bu olur bizim Golemonun birinci əsas komponenti. Və gəlir burada ikinci komponent özünü idarə etmək. Self-regulation deyilir buna. Yəni burada biz duyğunu bastırmaq yox, onu idarə etmək bacarığıdır. Yəni emosiyanı tanıyırsan, amma ona tabe olmursan. Məsələn, deyək ki, sinifdə müəllim hirslənir. Şagirdin hər hansısa bir hərəkətindən, sözündən, vəziyyətdən və hər hansı bir situasiyadan müəllim nə olur? Hirslənir. Amma o dərhal bunu ifadə etmək əvəzinə, məsələn, hirsini göstərmək əvəzinə susur, nəfəs alır və sonra sakit şəkildə mövzunu dəyişir. Nə oldu? Müəllim bu davranış sadəcə sinifi sakitləşdirmədi, həm də şagirdlərə emosional intizam nümunəsini göstərdi. Yəni, və yaxud da bunu şagird səviyyəsində baxsaq, tutaq ki, müəllimin dediyi hər hansısa bir söz yenə də şagirdə təsir göstərdi.
Ola bilər o emosional olaraq qırıldı, kövrəldi və s. də. Yəni necəsə şagirdin də bir sözü, müəllimin də sözü şagirdə təsir göstərir. Bu zaman şagird özünü saxlayır, yəni o anda reaksiya vermir, ifadə eləmir, hissini, qəzəbini və yaxud da ki, emosionallığını dayanır və mövzusunu nəfəs alır və mövzusuna davam eləyir. Danışdığı yerdən, yarımçıq qaldığı yerdən ağlamır, sakit dayanır, hirslənmir, coşmur, heç bir hərəkət eləmir və başlayır öz sakit şəkildə mövzusunu dəyişir. Yəni əsl emosional zəka burada əsəbləşməmək deyil. Yəni o demək deyil ki, emosional zəkası yüksəkdirsə o insan əsəbləşmir. Xeyr. Biz burada əsəbləşdiyini dərk edib düzgün şəkildə reaksiya verməkdir. Yəni necə? Əgər orada şagird və yaxud da müəllim öz reaksiyasını böyük bir şəkildə göstərsəydi, emosional cəhətdən bir partlayış yaşasaydı və nə olacaqdı? Artıq sinif də bir-birinə dağılacaqdı. Müəllimlə şagirdlər arasında uçurum bir münasibət yaranacaqdı. Bu münasibət getdikcə daha da pisləşə bilərdi və s. Bir sıra problemlər yarana bilərdi. Eyni zamanda bu bizim həyatımızda da belə bir hadisələr var. Ola bilər ki, məsələn, ən yaxın olduğumuz insanlarla müəyyən bir münaqişə yaşayırıq və yaxud da sözlərimiz çəp gəlir. O anda biz böyük reaksiya verir. Yəqin ki, siz də deyə bilər, razılaşarsınız mənimlə. Elə hallarımız olub. Məsələn, o anda böyük reaksiya verə bilərik. Amma nə edirik? Susuruq, məsələn, mövzunu dəyişirik və s. Bu demək deyil ki, biz əsəbləşmirik. Əsəbləşdiyimizi dərk edirik. Ancaq buna düzgün şəkildə reaksiya veririk. Çünki bu reaksiyanın sonrasını artıq başa bilirik ki, bunun sonrası daha betər hadisələrə yol açır. Təbii ki, burada o demək deyil ki, hər biz formada danışanda biz belə şəkildə susmalıyıq. Xeyr. Yəni artıq burada müəyyən şeylər vardır. Keçirik digərinə və üçüncü olan daxili motivasiyadır. Daxili motivasiya nədir? EQ yalnız duyğu idarə etməsi deyil, o həm də məqsədlə əlaqəlidir. Yəni, yüksək EQ-yə sahib olan insanlar məqsədlərinə duyğusal sabitliklə çatırlar. Nə deməkdir bu? Təhsil səviyyəsində bunu nəyi nəzərdə tutur? Məsələn, müəllim nə deyir? Deyir ki, müəllim belə düşünə bilir ki, məni qiymətləndirmirlər. Yəni bu düşüncəsindən çıxır. Yəni əgər bu düşüncədə deyilsən, bu düşüncəsindən çıxır ki, yəni şagirdlər məni başa düşmür, məni qiymətləndirmir, fikirləşmirlər ki, onların mənim kimi müəllimlər var və s. ki, mənim olur bəzən belə düşüncələr. Bu düşüncəsindən çox şagirdlərin inkişaf eləyir, motivasiyasından işləyirsə, artıq bu daxili motivasiyadır. Və yaxud da biz bunu şagird üçün deyə bilərik ki, şagird müəllim mənə yaxşı qiymət yazsın, müəllim məni bəyənsin deyil də, mən özümü inkişaf etdirim, mən inkişafım üçün dərs çalışım, gələcəyim üçün oxuyum düşüncəsindədirsə, artıq bu nədir? Daxili motivasiyadır. Və daxili motivasiya nə qədər yüksək, güclü olarsa, bir o qədər inkişaf daha sürətli olacaq. Və burada mənim ən sevdiyim, hətta belə deyək, bütün problemlərin açarı olan dördüncü baxış bucağı, dördüncü komponent empatiyadır. Empatiya sözünü yəqin ki, çoxunuz eşitmisiniz, yəni çox aktual bir mövzudur empatiya. Empatiya sadəcə başqasının hissini hiss etmək deyil. Eyni zamanda onu anlamaq və o duyğuya hörmətlə yanaşmaqdır. Məsələn, bunu yenə də bir müqayisəli şəkildə düşünsək, bir müəllim şagirdin davranışını tənqid etməzdən əvvəl düşünə bilər ki, bəlkə bugün evdə nəsə bir hadisə baş verir, bəlkə sağlığında hər hansısa bir problem var, bəlkə nəsə narahatçılıq olur, bəlkə biraz daha əvvəl yoldaşları ilə böyük bir münaqişə yaşayıb və s. Bu şəkildə bu sualını özünə verirsə, bu artıq empatik bir baxışdır. Eyni şəkildə bunu şagird üçün də bildirə bilərik ki, əgər şagird müəllim sinifə daxil olanda müəllimi gərgin görərkən düşünürsə ki, bəlkə müəllim evdə nəsə bir narahatçılıq keçirib, nəsə bir problemi var və yaxud da narahatdır hal-hazırda vəziyyəti yaxşı deyil və yaxud da kiminsə sözü ona narahat pis təsir edib, sağlıq problemi və hər hansısa bir şəkildə düşünürsə, bu artıq bu sualları verirsə öz günündə, yargılamırsa, bu artıq nədir? Empatik baxışdır. Və EQ-ün kimsə Verirəm sənə saxla. səsi bağlasa yaxşı olardı. EQ-nin ən güclü göstəricilərindən biri empatik ünsiyyətdir. Yəni, empatik sinif mühiti artıq təhlükəsiz bir sinifdir. Yəni, təhlükəsiz bir mühitdə isə öyrənmə stimullaşdırılır. Bura qədər ümid edirəm hər şey aydındır. Yəni, suallarınız olarsa chat bölməsinə yazarsınız, ən sonunda birlikdə müzakirə eləyərik. Və gəlir sonuncu komponent, 5-ci komponent,
Sosial bacarıqlar. Sosial bacarıqlar münasibətləri düzgün qurmaq, münaqişələri konstruktiv həll etmək və əməkdaşlıq bacarığıdır. Yəni, aydın məsələdir ki, müəllim sinifin sosial modelidir. Şagirdlər də onun davranışını təkrarlayır. Əgər bir sinifdə müəllim emosiyalarını idarə edə bilirsə, şagird də nə edir? Bu davranışı öyrənir və öz həyatına tətbiq edir. Yəqin ki, bizim də çox vaxt müəllimlərimizdən nümunə götürdüyümüz müəllimlərimiz olur. Və yaxud da özümüz müəllimimizsə şagirdlərimizdən görürük ki, kimlərsə bizdən nümunə götürür. Yəni, şagird hansı müəllimdən nümunə götürür? Emosiyasını, münaqişədə emosiyasını idarə edə bilən, düzgün şəkildə həlli yollarını tətbiq edən və yaxud da prosesi düzgün şəkildə analiz edən, sonda bunu əməkdaşlıq edən müəllimdən biz nə edirik? Örnək alırıq, örnək götürürük. Bu davranışı özümüz şagirdlər də bu davranışı öyrənir. Və keçid eləyək digər slaydımıza, emosional zəkanın təhsildə rolundan danışaq. Emosional zəka, təhsil sistemində emosional zəka təkcə psixoloji rahatlıq üçün deyil, həm də öyrənmənin keyfiyyəti üçün vacibdir. Və emosional zəka xaricdə daha çox ön planda olduğuna görə bununla bağlı çoxlu araşdırmalar var və ABŞ və Finlandiyada aparılan araşdırmalar göstərir ki, emosional zəkaya əsaslanan tədris proqramlarında şagirdlərin akademik nəticələri 11-17% yüksəkdir. Yəni, yəqin ki, siz də razılaşarsınız ki, hansı şagirdlərin ki, müəllimlə ünsiyyəti düzgün şəklindədirsə, yəni sinif mühiti, yəni emosional cəhətdən hər şey qaydasındadırsa, o zaman həmin o şagirdlərin də, sinifdə şagirdlərin də təhsil səviyyəsi, nəticələri yüksək olur. Yəni, çünki emosional sabit olanda hər şey, diqqət, motivasiya, yaddaş yerində olur və güclü olur. Məsələn, bunu artıq biz müqayisəli şəklində bildirsək, müəllimlə və şagird tərəfindən biz emosional zəkaya müqayisə etsək, müəllim baxımından belə deyə bilərik ki, emosional zəkanı, slayd dəyişək, müəllim baxımından deyə bilərik ki, müəllim dərs prosesində emosional liderdir. Nə olur? Yəni, onun səsi, tonu, baxışı sinifin emosional atmosferini formalaşdırır. Məsələn, bizim şagirdlər hər müəllimin dərsində eyni formada deyirlər, eyni cür özlərini aparmırlar. Yəni, bu aydın məsələdir. Bizim özümüz də uşaqlıqdan belə olmuşuq. Məsələn, elə müəllimlər olur ki, onların dərsində şagirdlər dərsə çox həvəsli olurlar, hamısı birə-bir dərsə hazırlıqlı olur, dərsə can atırlar. Mütləq heç ən belə deyək də, heç dərslərə davamiyyəti zəif olan şagirdlər belə olur ki, həmin müəllimin dərsində iştirak etməyə can atırlar. Bəzi müəllimlər də olur ki, o müəllimin dərsində şagird istəmir dərsdə əyləşmək və yaxud da davamlı dərs çox gərgin keçir. Şagirdlər məsələn o dərsi öyrənir, amma heç sevməyərəkdən oxuyur və sadəcə belə deyək də, imtahan xatirinə, sonda alacağı qiymət xatirinə, sinifdən sinifə keçmək xatirinə və s. Elə müəllimlər də olur. Yəni, burada nədir biz? Burada artıq müəllimin üstlərinə düşür. Yəni, dərs prosesində müəllim kimdir? Emosional liderdir. Yəni, onun hər hansı səsi, tonu, sinifə baxışı sinifin emosional mühitini formalaşdırır, atmosferini formalaşdırır. Emosional cəhətdən zəif olan müəllim tənqid qarşısında tez qırılır. Yəni, əgər ki, şagird və İndi də bilirsiniz ki, şagirdlər, indiki dövrün şagirdləri hədsiz dərəcəsində ağıllıdır, hədsiz dərəcəsində məlumatlıdır və əgər şagird görürsə ki, qarşısındakı müəllim onun tənqidi nəticəsində tez qırılırsa, biraz daha zəifdirsə və şagird hər dəfəsində bir reaksiyasının üstə birini də qoyur və daha çox köplaşır, daha belə deyək də, aqressiv ola bilər, aqressiv davranış göstərə bilər və nə olur? Təsir əks təsirə bərabərdir. Şagirdin biraz tənqidi qarşısında qırılan müəllim ona aqressiya, reaksiya verirsə, gərginləşirsə, hər dəfəsində bu nə olur? Artıq getdikcə qalxır, hər dəfəsində bir dəfə müəllim daha aqressiv olur, bir dəfə şagird daha belə tənqid, daha ağır şəkildə kobudluq göstərir və bu nə olur? Artıq burada sinif çox gərginləşir, öyrənmə mühiti hədsiz dərəcəsində gərginləşir. Yəni, oradan artıq sağlam bir mühit əldə edə bilmərik. Amma EQ yüksək olan bir müəllim stresə qarşı dözümlü olur. O demək deyil ki, EQ yüksək stresə qarşı dözümlüdürsə, şagird oradan onu tənqid edir, təhqir edirsə, müəllim susur və onun başını sığallayır. Xeyr. Bu deməkdir ki,
Əgər stressə qarşı EQ-si yüksək olan bir müəllim də stressə qarşı dözümlüdürsə, o artıq situasiyanı düzgün şəklində analiz edir və elə bir reaksiya verir, elə bir şəkildə ona uyğun şəkildə davranış göstərir ki, hər iki tərəf burada artıq əməkdaşlıq eləməyə çalışır, problemi yavaş-yavaş qarşılıqlı şəkildə həll eləməyə çalışır və ikisi də aydın məsələ başa düşür ki, yəni ya dalaşmalıyıq, ya da ki bu yolu sonuna qədər, ilin sonuna qədər bir yerdə getməliyik. Amma bunun üçün də uyğun şərtlər var. Yəni necə eləməliyik ki, biz bu yolu düzgün şəkildə bərabər, bir-birimizi qırmadan normal şəkildə davam elətdirək. Bunu artıq həmin o müəllim situasiyanı analiz edərək ona uyğun şəkildə davranış göstərir və bundan sonra həmin şagirdlər də artıq ona uyğun şəkildə davranırlar. Şagird baxımından isə emosional zəkadan danışarkən, şagirdin emosional inkişafı onun dərs davranışı, yoldaş münasibətləri və özünə inamı ilə bağlıdır. Məsələn, burada yenə EQ-si yüksək və aşağı olan şagirdi müqayisə etsək, EQ aşağı olan şagird neynir? Əsəbləşəndə dərhal reaksiya verir. Məsələn, müəllim nəsə dedi, dərhal reaksiya verir, sinif yoldaşı nəsə dedi, çox hədsiz dərəcədə aqressiv olur və s. Sonra biz dedik artıq yoldaş münasibəti də bundan asılıdır. Rəfiqəsinin, dostunun uğurunu qısqanır. Məsələn, niyə mənə yüksək qiymət yazmadılar, ona yüksək qiymət yazdılar? Bəli, təhsildə rəqabət çox yaxşı bir şeydir. Amma bu qısqanclıq və paxıllıq dərəcəsində olmağı o qədər də yaxşı bir hal deyil. Yəni çox təəssüf ki, məsələn, hal-hazırda çox şagirdlər qalib gəlməklə bərabər uduzmağı da bacarmağı bilmirlər. Yəni bu da artıq ailədən gələn bir şeydir. İlkin olaraq təməli ailədən qoyulur. Uduzmağı da bacarmağı bilmirlər. Və bunu bilmədiklərinə görə yanındakı hər bir şəxsi qısqanır, ona paxıllıq göstərir. Məsələn, özü səhv eləyəndə utanır, aşırı dərəcəsində reaksiya verir, təslim olur və yaxud da əksinə neynir, səhv eləyəndə başlayır ağlamağa, özünə qapanmağa və s. Yəni çox pis bir hallar yaranır və bu da eyni zamanda sinif yoldaşları üçün də belə deyək də, onların gözündə də artıq fərqli bir səfərə, başqa cür insana çevrilir. Yəni ki, artıq bilirsiniz, indiki uşaqlarda da biraz bullyinglər daha çoxdur. Məsələn, indi həmin uşaqlar da ona belə baxırlar ki, deməli, zəifdir və s. qorxaqsan və s. nədir, bir dənə ikiyə görə ağlayırsan və belə hallar baş verir. Yaxşı. Digər ki, EQ yüksək olan şagird isə, keçək yüksək olan şagirddən danışaq, o neynir? O öz hissini tanıyır. Məsələn, bilir ki, hal-hazırda əsəbiyəm, bu gecəcək, gərginəm, ağlamaq istəyirəm və s. Bu hissin nə olduğunu bilir. Yəni özünü tərk edir, öz hissini tanıyır. Başqasının sevincinə sevinə bilir. Məsələn, dostdur, birinci yerə çıxdı, qalib gəldi və yaxud da yaxşı şəklində dərsi danışdı və s. Ondan yüksək qiymət aldı və yəni bunu bilir və onun da sevindiyinə sevinə bilir. Məsələn, tutaq ki, səhv elədi. Dərsdə hər hansı bir sualda səhv elədi, qiyməti məsələn, belə deyək də, yarış keçirilir, ikinci yerə çıxır, uduzur və s. Bunu artıq qəbul eləyir və başa düşür ki, gələn dəfə bundan daha yüksək nəticə əldə edə bilim. Daha artıq öyrəndim ki, deməli bu sualların cavabı budur, buna bu şəkildə cavab verməliyəm, mənfi tərəflərim nədir və s. Bunlar artıq nədir? Yüksək EQ-yə malik olan şagirdin davranışlarıdır. Bura qədər hər şey aydındırsa, istəyərdim ki, emosional zəkanın biz praktik tətbiqindən danışaq. Emosional zəka həmçinin real həyatda onun praktik tətbiqindən danışmaq istəyərdim. Mən indi sizə müəyyən bəzi çalışmalar orada qeyd eləmişəm. Yəni bir neçə çalışmalardır və bu çalışmalarla bağlı sizə suallar verəcəm. İstəyirsinizsə sualları səsli şəkildə cavablandıra bilərsiniz, chat bölməsində də yaza bilərsiniz. Həm də ki, biraz diskussiya şəklində olar. Burada məsələn, biz burada həmçinin həm özümüzü tanıyaq, həm də ki, şagirdlərin emosiyalarını anlayaq, onların yönləndirmə yollarını öyrənək. Məsələn, emosional zəkanın birinci mərhələsi, bayaq da qeyd elədik ki, öz emosiyalarını tanımaqdır. Yəni, biz çox vaxt öz emosiyamızı ifadə edirik, amma onu tanımırıq. Məsələn, deyirik ki, əsəbiyəm, amma əsəbin arxasında nə dayandığını, bunun arxasında qorxu mu dayanır, narahatlıq mı və yaxud da məyusluq mu dayanır, biz onu tam olaraq bilmirik. Yəni, əsəbiyəm deyirik, əsəbiyəm sadəcə bir ifadə edirik, amma onun əsəbin arxasında nə olduğunu bilmirik. İndi burada bir neçə mimikalar görürsünüz, emosiyalar görürsünüz və baxın bu emosiyaların hər birinə. Son günlərdə, yəni son bir gün ərzində, son günlərdə bu hisslərdən hansını yaşamısınız? Yəni onu və necə ifadə eləmisiniz?
Yəni məsələn qorxun olsun, qəzəb olsun, sevinc olsun və s. Yəni siz bu hissinizi tanıyıb yoxsa avtomatik reaksiya vermisiniz? İstəyərdim bununla bağlı bəzi cavablar alım, mümkünsə səsli şəklində. Var ətrafdan kimsə cavab vermək istəyən ki, bu emosiyalardan son 24 saat ərzində, yəni son günlərdə bu hisslərdən hansını yaşamısınız və onu necə ifadə eləmisiniz? Aha, Arzu qeyd elədi ki, birincini yaşayıram bugün, nə gözəl. Yəni baxın, insan var ki, sevinir, amma sevincini gülərək deyil, daha başqa bir formasında ifadə edir. Yəni məsələn, sevindiyini ifadə eləmək də önəmlidir. Yəni necə ifadə eləmək? Yəni baxaq görək, chatda deyəsən maraqlı sualları. Kədər yaşasam belə bir səbəb axtarmaq bəs, necə yəni? Kədər yaşasam belə bir səbəb axtarmaq bəs. Yəni kədəri yaşayırsınız və onun səbəbini araşdırırsınız. Əslində bu çox yaxşıdır. Hər bir hissimizin səbəbini araşdırmaq çox yaxşıdır. Və bu da gəlir bizim bayaqları sizə elmi tərəfindən izah elədiyimdə. Aha, buyurun. Buyurun, səsli olaraq bildirə bilərsiniz. Aynə xanım, səhv eləmirəmsə. Bəli, salam, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Öncəliklə təşəkkür edirəm. Çox maraqlı bir təlimdir həqiqətən. Xoş oldu, çox sağ olun. Mən Daniel Goleman'ın nəzəriyyəsini oxumuşam. Çox bəyənirəm. İmtahana hazırlaşarkən oxumuşdum. Ona görə də yəni təlim çox diqqətimi çəkdi və qoşuldum. Əla, çox sevindim buna. Deməli, mən bu aralar çox özümü gərgin hiss edirəm. Səbəbi də mən müsahibəyə hazırlaşıram. Səbəbi də onunla bağlıdır. Yəni müsahibəni gözümdə o qədər böyütmüşəm ki, bu mənə gərginlik verir. Aha, aydındır. İş müsahibəsidir yəqin ki, uğurlar olsun sizə. Bəli, tərbiyəçi müəllimlərin müsahibəsinə hazırlaşıram. Həqiqətən, yəni son bir aydan çoxdur özümü çox gərgin hiss edirəm. Bu gərginlik ətrafıma da yansıyır. İstər-istəməz içimi yeyir də. Yəni müsahibə nə vaxt olacaq bilmirəm. Ona qədər mən bu gərginliyi özümlə aparacam da. Belə fikirləşirəm. Yaxşı, bu vaxta qədər olan bütün belə hallarda belə gərginlik keçirirsiniz? Məsələn, imtahanlarda və s. hər hansı bir ciddi bir hadisədə. Bəli. Mən həddən artıq çox həyəcanlanan bir insanam. Gərginlik keçirdən bir insanam. Həyəcanımı yəni bastıra bilmirəm də, belə deyim. Aha, yaxşı, bəs nə edirsiniz o zaman? Yəni necə keçir? Məsələn, bu qədər gərgin olursunuz, tutaq ki, bir imtahandır. Bu qədər gərgin olursunuz və gedirsiniz imtahana. Necə olur nəticəniz? Nəticə belə çox nə pis olmamışdı, nə yaxşı olmamışdı. Düzdür, hədəf qoyduğum balı toplaya bilməmişdim, yalan deməyim də. Yüksək bal gözləyirdim özümdən, amma yəni ortalama bir bal toplamışdım. Yəni həyəcanım məni idarə etmişdi, belə deyim, imtahanda. Aha, həyəcanı sizə mənfi şəkildə təsir göstərmişdi, yoxsa müsbət? Bəli, mənfi. Mənfi təsir göstərmişdi deyə bildiklərimi də unutmuşdum. Aha, başa düşdüm. Əslində biz belə deyək də, mənfi hadisələrdən özümüzə müsbət nəticələr çıxarda bilərik. Məsələn, həyəcan sizə indi mənfi təsir göstərib. Əgər özünüz idarə etməkdə çətinlik çəkirsinizsə, yəni bir yerə qədər də belə deyim və o sizin həyat fəaliyyətinizə çox təsir göstərsə, bu zaman artıq müəyyən bir peşəkar kömək alsanız daha yaxşı olar. Amma özünüzün üzərinə düşün, məsələn, bu həyəcan tutaq ki, sizə təsir göstərir və siz nə edirsiniz imtahanda nə olur? Çətinlik çəkirsiniz, imtahandan keçməkdə çətin olur sizə, bildiyiniz yaddan çıxır və sizin həyatda əhəmiyyətli bir hadisənizə belə pis günə qoyur. Bu zaman ən yaxşısı, kiçik bir metodika deyə bilərəmsə, ən yaxşısı o bütün variantlarında ən ola biləcək ən pisləri, ən yaxşılarını qeyd eləmək. Yəni ki, ən pis halda nələr ola bilər, ən yaxşı halda nələr ola bilər. Belə siz qara basınca, qara mənə basınca mən qaralı basım. Siz biraz həyəcanınızın üzərində, o həyəcandan siz müsbət şəkildə yararlanmağa çalışasınız. Məsələn, o həyəcan sizə, həyəcanım var, daha da 2 qat daha yaxşı oxuyub. Həyəcanım var, artıq o mənə nədir? O həyəcanı bastırmağa çalışım. Daha o həyəcanı öldürməyə çalışım. Bu formasında edə bilərsiniz.
Keçək digər kimisə sualı var idi. Baxım görüm. Maraqlı suallar var chatdə. Uşaq əsəbləşəndə nə etmək olar? Orada zəhmət olmasa qeyd eləyərsiniz. Hansı uşaq, neçə yaşındakı uşaqdan söhbət gedir? Ki, yəni neçə yaşında uşaqdan danışılır ki, ona uyğun da cavabımızı verək. Azyaşlı uşaqlarda əsəb və kin olması nədən yaranır? Hal-hazırda azyaşlı uşaqlarda bəli aqressiya var. Bu bilirsiniz necədir? Uşağın başından bu yana, doğulan günündən belə deyək də. Bunun yəni mən fizioloji tərəflərini qoyuram kənara. Yəni ola bilər nevroloji bir problemi olsun və s. aqressiyası ondan irəli gəlsin. Bu ayrı bir məsələ. Amma psixoloji tərəfindən əgər əsəbi kin olmasından danışırıqsa, bu uşağın düzgün şəkildə böyüdülməməsindən irəli gələ bilər. Məsələn, uşağı valideyn fərqində olmadan uşağa yanlış davranışları ötürür. Məsələn, uşağı davamlı müqayisə eləyə bilər, uşağa hər şeyini verir və bu zaman uşaq artıq hər şeyə sahib olursa, bir gün başqa biri bunu əlindən alanda başlayır artıq onu qəbul almamağa. Məsələn də bayaqlar dediyim kimi kin yaranır, uduzmağı bacara bilmir və s. Bunlar, yəni hər şey gəlir artıq uşağın düzgün şəklində davranışlarını öyrənilməməsinin, düzgün şəklində böyüdülməməsini gəlib çıxardır. Məsələn, konkret siz desəz ki, hansı uşaq, hansı situasiyadan söhbət gedir, ona uyğun da cavab verməyə çalışaram. Sonra ikinci empatiya qurmaq tələb olunurdu. Empatiya qurmaq tələb olunurdu. Əsəbləşirəm, amma arxasında səbəb yoxdur. Kənar təsirlərdən əsəbləşirəm. 1-2 gün əvvəl 5-ci şəkildəki kimi ədim, əsəbi idim, səbəbini də bilirdim, verilən suallara qısa cavablar verdim, sonra səbəbini açıqlamalı olduğumu düşündüm, açıqladım, danışıb yoluna qoydum. Əla. Hər hansı bir problemin nə olduğunu düzgün səsli şəkildə ifadə etmək belə insanı probleminin ən azı yarısını həll etməyə kömək edir. Baxın, belə bir söz var, çox sevirəm o sözü. Deyir ki, psixoloqa nə vaxta qədər gedəcəksən, nə vaxta qədər psixoloqun yanına gedilir. Deyir, ağzından çıxanı qulağın eşitməyə qədər. Bəzən elə hadisələr olur ki, biz onları beynimizdə canlandırırıq, fikirləşirik. Məsələn, bilirik ya, budur. Amma biz bunu səssiz şəkildə sözlərə tökmürük. Bəzən onları səssiz şəkildə ifadə etməyimiz və onu qulağımız eşitdikdə artıq nə olur? Problemin yarısını həll eləmiş kimi oluruq. Yəni, problemi yoluna qoymuş kimi oluruq. Məndə həyəcan və qorxu olanda çox pis əsirəm bu nədən. Bununla bağlı əslində ətraflı danışmaq lazımdır ki, nəyə görə bu hadisə sizdə belədir. Məsələn, bunun kökünü artıq araşdırmaq lazımdır. Yəni, mütləq şəkildə uşaqlığınızdan bu yana yaşadığınız hadisələri, travmaları bir-bir nəzərdən keçirmək lazımdır ki, bunun səbəbini biz araşdırıb tapa bilək. Əsəbi oluram, onu özümü tərbiyə etmək istəyirəm. Və bu da sizin əsədli soyad adınızı bilmədim. Bu da sizin ola bilər ki, çox hədsiz dərəcəsində məsuliyyətli olmağınızdan irəli gəlir ki, məsuliyyət hissinizdən irəli gələ bilər. Yetirə bilmədiyim üçün əsəbi oluram ona görə. Bəzən səbirsizlik dərs zamanı, o zaman nə etmək olar ki, həmin gərginlik keçsin. Dərs zamanı səbirsizlik, yəni mən sizi çox yaxşı başa düşürəm. İndiki hal-hazır təhsil səviyyəsində uşaqlarla işləmək çox çətin bir məsələdir. Bunu nə etmək olar? Yəni, kənardan belə deyək, kənardan danışmaq əslində asandır, amma təbii ki, sizin yerinizdə deyilik və sizin tərəfinizdən baxmaq biraz daha çətin olacaq. Şagirdlərlə düzgün belə deyək, emosional kontaktı qurmağa başlasanız, ən azından işiniz daha rahat ola bilər. Ən azından düzgün emosional kontaktla, düzgün şəkildə irəliyə bilsəniz, bu zaman nə olacaq? O gərginliyi belə deyək də, bir növü bastırıb fürsətə çevirməyə çalışır. Dərsi dərs kimi deyildi, biraz başqa bir ortam kimi görsəniz həmin anda, o zaman o gərginlik sizdən keçmiş ola bilər. 3-4 yaşındakı uşaq cizgi filmlərə baxır, onlar kimi hərəkət edir və bəli, uşaqlar, siz bayaqları qeyd eləmişdiniz, 3-4 yaşındakı uşaq cizgi filmlərə baxır, onlar kimi hərəkət edir. Uşaqlar nə edir? Televizora baxmaq, biz deyirik ki, televizor uşaqların baxmağı ziyandır. Televizora baxsın uşaq, biz demirik ki, televizora baxmasın. Amma televizora baxarkən tək tərəfli sadəcə ünsiyyətlə deyil. Məsələn, o televizora baxdı, oradan alır informasiyasını. Mütləq şəkildə valideyn də ona eşlik eləsin bir növü. Valideyn də onunla bir yerdə baxsın, valideyn də onunla bir yerdə həmin oradakı situasiyanı müzakirə elədikdə uşağa təsiri daha az olacaq.
5 yaşda uşaq danışmır, heç kimi tanımır. O artıq 5 yaşına qədər heç kimlə danışmır. Yəni ümumiyyətcə heç bir formada reaksiya vermir. Yəni yoxsa sadəcə valideynlərlə danışır, başqa heç kimlə danışmır. Aha, əsəbləşəndə ağlayıram, qarşıya əsəbimi ifadə edə bilmirəm. Niyə elə olur? Bu da yəqin ki, sizin uşaqlığınızdan bu yana daha əvvəldən gələn bir problemlə əlaqəli, travmalarla əlaqəli ola bilər. Ki, zamanında məsələn, uşaq vaxtı olub, yəni bu bir fikirdir sadəcə olaraq, yəni daha dəqiq bilmək üçün araşdırmaq lazımdır. Ola bilər ki, zamanında uşaq vaxtı siz hissləmisiniz və ya da hər hansı bir emosiyanız və ya da ifadə etmək istəmisiniz, amma valideynləriniz, ətrafdakılar bu emosiyanı sizin doya-doya yaşamanıza icazə verməyiblər. Yəni belə bir misal çəkim sizə. Məsələn, mənim bir pasiyentim vardı. Uşaq gəlirdi, balaca uşaq, məsələn, uşaq çox ağıllı bir uşaq idi. Tak uşaq başlayırdı, ancaq gülürdü, eləyirdi. Uşaq da nə bilim yıxıldı, ağladı və ya da hər hansı bir şeyin qarşısında oldu, ağladı. Ağlayan kimi tez valideynlər qışqırdı, tez mənə bax, mənə bax və başlayırdı, nə bilim, uşağı tez keçirdirdilər gülməyə. Uşaq nə olurdu? Ağlamaq hissini yaşaya bilmirdi. Ona görə də artıq bu uşaq harda necə reaksiya verməli olduğunu bilmir. Yəni o bəlkə də sizin də probleminizin səbəbi bununla əlaqəlidir. Aydan xanım, dediyiniz uşağın əgər problemi heç danışmırsa, bu 5 yaşına qədər heç bir söz deməyibsə, heç bir reaksiya verməyibsə, artıq bu zaman həyəcan siqnalı çalınmalıdır ciddi şəklində. Onunla bağlı belə deyək də, onunla bağlı mütləq şəkildə mütəxəssisə göstərilməsi yaxşı olar. Çünki 5 yaş artıq gecikmə bir yaşıdır. Yəni bu yaşa qədər artıq uşaq təlimə belə hazır olmalıdır. Yəni uşağın danışma yaşı, yəni 1 yaşın müəyyən sözləri deməlidir, 2 yaşında artıq cümlələr qurmalıdır, 3 yaşında artıq fikrini ifadə etməlidir, yəni ən azından kim olduğunu və s. müəyyən şeylər analizi bilməlidir, 3-4 yaşında təxəyyül inkişaf etməlidir və s. 5 yaş artıq kifayət qədər gecikmiş bir yaşdır və həyəcan siqnalı çalınan bir yaşıdır. Onunla bağlı mütləq şəkildə mütəxəssislərə müraciət etsəniz yaxşı olar. Aha, keçək digər bir çalışmamıza. Bu çalışmamıza keçməmişdən əvvəl bayaqki çalışmamızın səbəbini izah etmək istəyirəm ki, bu tapşırıq Golemanın, Daniel Golemanın emosional zəka modelinin özünü dərk mərhələsinə əsaslanırdı. Hansı ki, biz emosiyaları göstərdik. Az əvvəl ki, bunlardan hansını yaşamısınız, necə reaksiya vermisiniz, avtomatik reaksiya vermisinizmi, yoxsa hissimi yaşamısınız? Tədqiqat göstərir ki, öz emosiyalarını adlandıran insan beyninin amigdala hissəsində yaranan gərginlik daha tez azalır. Yəni insan öz emosiyasını adlandırırsa ki, mən hal-hazırda buna görə bu hissi yaşayıram və bu emosiyanı göstərirəm və bu emosiyasını adlandırırsa, beynin amigdala hissəsində yaranan gərginlik də daha tez adlandırır. Və keçək ikinci çalışmaya. Bu ikinci çalışmada bu artıq şagirdin emosiyasını anlamadır və duyğu oxuma məşqi deyirlər. Biz çox vaxt məsələn şagirdin davranışını görürük. Amma o davranışın altında hansı hissin olduğunu görmürük. Məsələn, şagirddir, bəzən sinifdə çox danışır, yəqin görürsünüz şagirdi. Yəni bu hər sinifdə çox danışan uşağa biz hörmətsizdir, məsələn, tərbiyəsizdir, dərsini pozandır deyil də, sadəcə onun diqqətə ehtiyacı olan bir uşaq olduğunu da düşünə bilərik. İndi mən sizə burada 3 dənə situasiya vermişəm. Bu situasiyalardan biri nədir? Şagird dərsdə bir anda susur, amma gözləri dolub. Digəri sinifdə tez-tez zarafat edir, dərsi pozur və üçüncü şagird də test zamanı tərləyir və barmağını dişləyir. İndi sizcə bu şagirdlər hansı emosiyanı yaşayır? Yəni bu davranışın altında sizcə hansı səbəblər ola bilər? Yəni hansını istəyirsinizsə qeyd edib deyə bilərsiniz. Yəni səsli şəkildə də, yenə çatda da yaza bilərsiniz. Yəni dediyim kimi burada 3 dənə situasiya var və bu situasiyaları bilmək istəyərdim ki, yəni bu situasiyalar sizdə nə dedi? Yəni sizcə bu şagirdlər hansı emosiyanı yaşayır? Yəni bu davranışın altında nələr ola bilər? Bax görək, çatda kimsə yazıbmı? Aha, birinci də olsa bir an yada düşmüş ola bilər. Bəlkə də yaxşı yaza bilmirəm ona görə. Ona görə, aha, sıxıldığından. Sıxıldığından hansını qeyd edirsiniz, Mədinə xanım?
sıkıntısı vardı. Səbəbini soruşdum. Dedi götürəcəm, qayıdacaq edim, anam olacaq. Kəsən dedi, ana isə tapmadım, ona görə öz batlarını qəssəm. Bu təbii prosesdir, psixoloji vəziyyətlə bağlıdır. Uşaq da ananı da anlamağa çalışdım. Aha. Mən burada bir dənə maraqlı sual var. Sadəcə adınızı bilmədim, kim qeyd edib. Uşağın paltarı kəsməsi ilə bağlı. Ola bilər ki, o valideynlə uşağın arasında hər hansısa bir münasibətdə problem var və uşaq valideynin diqqətini bu şəkildə çəkir. Bəzən uşaqlar olur ki, bilir ki, bu valideyn bundan hirslənəcək, yəni bilir ki, onu qıcıq eləyəcək. Ancaq valideynin diqqətini başqa cür çəkə bilmədiyinə görə sırf o onu görsün deyə evdə, mən buradayam, onu görsün deyə bu şəklində hərəkətlər elə, bu şəkildə reaksiyalar verirlər. Yəni bu da bir səbəbdir. Yəni o demək deyil ki, mütləq belə olsa, amma bu da bir səbəb ola bilər. Növbəti dəfələrdə artıq siz valideynlə uşağın münasibətlərinə fikir versəniz, bir baxsanız, müşahidə eləsəniz daha yaxşı olar ki, ən azından vəziyyəti daha normal hala gətirmək üçün. Aha. Birinci uşaqlıqdan gələn travmatik tetiklənib və ya xətrə dəyən bir şey olub, vəziyyətə baxmaq lazımdır. Ola bilər, bəli, qorxudan, dəcə uşaqda həyəcanlanır. Əla. Aha. Əla, cavablarınız çox yaxşı. Yəni bu məşqimiz nə ilə bağlı idi? Bu məşq empatiyanın bilişsel mərhələsinə aiddir. Yəni qarşıdakı insanın daxili vəziyyətini zehni modelləşdirmədir. Biz neylədik? Həmin o şagirdlərin daxili vəziyyətini modelləşdirdik beynimizdəki. Yəni bu şagird nəyə görə belə davranır? Bir anlıq dayandıq və özümüzü onun yerinə qoyduq. Onun hissini başa düşdük. Onun hissinə bir məna verdik və onu artıq hörmət elədik həmçində. Tədqiqat göstərir ki, empatiya bacarığı yüksək olan müəllimlərdə şagirdlərin həm akademik, həm də sosial adaptasiyası daha yaxşı olur. Nəyə görə bax bu vacibdir bizim bu günlər öyrəndiyimiz bu empatik davranış? Yəni çünki bu şagirdin hər hansısa bir davranışı emosional bir mesajdır. Yəni EQ-si yüksək olan müəllim davranışın arxasındakı hadisi duyğunu görür. Yəni görür ki, məsələn deyir ki, bu uşaq tutaq ki, hər zaman dərsə hazır gələn uşaq son bir həftədir dərslərdə çox pis hərəkətlər eləməyə başlayır. Artıq o müəllim nə edir? O davranışın arxasındakı hissi görür və reaksiyasını ona uyğun şəkildə tənzimləyir. Yəni bu da çox vacib bir nüansdır. Əla. Keçid edirik üçüncü məşqimizə. Üçüncü məşqimiz nədir? Reaksiya əvəzinə cavab məşqi. Emosional zəkanın əsas göstəricilərindən biri ani reaksiya verməməkdir. Yəni ki, biz ani reaksiya vermirik. Biz çox zaman şagirdin sözünə emosional reaksiya veririk, amma bu da nə edir? Qarşılıqlı əlaqəni zədələyir. Yenə mən sizə bir neçə situasiya verirəm, hətta 3 dənə situasiya verirəm. Bunlar haqqında sizə soruşmaq istəyirəm. Şagird deyir, məsələn, müəllim, mən bu mövzunu başa düşə bilmirəm. Siz yaxşı izah eləməmisiniz. Digər bir şagird olur ki, səsini qaldırır və əsəbi görünür. Eyni zamanda üçüncü bir şagird də ki, imtahanda ağlayır. Baxın, sizə 3 dənə fərqli, biraz aqressiv tonlarda bir situasiyalar verdim. Bu situasiyalardan, yəni ilk ağlınıza gələn ilk reaksiya necədir? Nədir? Yəni fikirləşin, həmin vəziyyətdə hansı cavab daha münasib olardı? Yəni ki, siz həmin vəziyyətdə şagirdə hansı cavabı versəniz daha uyğun olardı? Yəni bir dənə də bununla bağlı düşünsəniz yaxşı olardı. Dediyim kimi 3 dənə situasiyadır. Birinci şagird sizə bildirir ki, mən bu mövzunu başa düşmədim. Siz heç yaxşı izah edə bilmirsiniz. Digər şagird hirslənir, səsini qaldırır, əsəbi görünür. Üçüncü bir şagird də başlayır ağlamağa imtahanda. Yəni bu zaman sizin ağlınıza gələn ilk reaksiya nədir və həmin vəziyyətdə hansı cavab münasib olardı? Aha. Aydın xanımın verdiyi cavab məncə 90% müəllimin real həyatda dediyi sözdür. Ya da daha çox deyərdim. Aha. Nərmin xanım qeyd edir ki, yəqin ki, bildirərəm ki, ola bilər. Bəlkə bugün yeni bir metod kəşf etdik. Aha. Sizin bu dediyiniz nümunəni bütün müəllimlər tətbiq etsə, sinif daha fərqli bir formada ola bilər bəlkə də.
Bəxriyə xanım bildirir, başa düşmürsə, deməli məsələyə digər tərəfdən yanaşmalıyam, anlayacağı ifadələri seçməliyəm. Gözəl. O anlayana qədər başa salardım, niyə əsəbi olduğunu soruşardım, onunla söhbət edərdim. Əla. Aha. Baxın, bu məşq emosional tənzimləmə bacarığını inkişaf etdirir. Yəni ki, hal-hazırda mənim sizə bildirdiyim bu reaksiya məşqi emosional tənzimləmə bacarığını inkişaf etdirir. Reaksiya avtomatik beyindən, yəni amigdaladan gəlir. Cavab isə düşünən beyindən, prefrontal korteksdən gəlir. Yəni məqsəd duyğunu bastırmaq deyil, onu yönətməkdir. Tədqiqatlara görə, yenə də burada biz tədqiqatlardan danışacağıq ki, tədqiqatlara görə müəllim emosional tənzimləmə bacarığını tətbiq etdikdə sinifdə konfliktlərin 40% qədəri, müəyyən faizi, 50% qədəri azalır. Yəni müəllim sinifdə emosional tənzimləmə edirsə, tutaq ki, hansı şagird aqressivdirsə, vəziyyəti idarə eləyir, tənzimləyirsə, yaxud da kimsə çox kövrəkdirsə və s. Bunu artıq idarə eləyə bilirsə, avtomatik olaraq sinifdə konfliktlər də azalır. Şagirdlər arasında da, müəllimlə şagird arasında konflikt olmur. Və keçid edirəm 4-cü tapşırığımıza. 4-cü tapşırığımız nədir? Müsbət emosional iqlim yaratmaq. Məktəbdə iqlim müəllimin, emosional iqlim müəllimin duyğusal tonundan başlayır. Yəni bizim enerjimiz, müəllimin enerjisi sinifin enerjisini formalaşdırır. Gəlin sizə belə bir sual verim. Bu artıq özümüzə şəxsi bir sualdır ki, yəqin ki, hər birimizin xatirimizdə qalan bir müəllimimiz olub. Məktəb illərindən daha çox danışmaq istəyirəm. Elə bir müəllimimiz olub ki, biz o müəllim deyəndə ağlımıza o gəlir. Yəni ki, düşünürük ki, bəli, müəllim modeli belə olmalıdır, müəllimim deyəndə, yaxşı müəllim deyəndə o insan gəlir ağlımıza. Yaxşı, sizcə onu niyə görə biz yadımızda saxlayırıq? Yəni, o müəllimin yadımızda saxlamağımızın səbəbi onun biliyi idimi, dərs izah eləməyi idimi, yoxsa bizə olan münasibəti, davranışı mıydı? Yəni, Arzu xanım qeyd edib ki, axı hər zaman emosiyasını gizlətmək də düzgün deyil. Mənim fikrimcə ətrafa məni tanıma. Bəli, yəni bu deməkdir ki, hər zaman emosiyanızı gizlədəcəksiniz. Sadəcə emosiyanı ifadə etmə yerlərini seçməliyik. Heç kim bizdən tələb eləmir ki, emosiyalarımızı gizlədək. Heç kim bizə demir ki, məsələn, hirsliyəmsə, hirsimi ancaq bastırmalıyam. Müəyyən bir yerdə onu bildirməliyik. Ancaq bunu ifadə etmək dərəcəsi var ki, nə dərəcəsində ifadə edir, nə dərəcəsində göstərir. Bəlkə mən emosiyamı, məsələn, mən aqressiyamı o qədər aşırı dərəcəsində yaşayıram ki, dağıdıram, vururam və bunu da hər yerdə o şəkildə göstərməyim düzgün deyil axı. Aha. Mən bütün müəllimlərimi çox istəyirəm, pis olanı da yanımda olublar, sağ olsunlar. Tarix müəllim çünki mizah yönümlü idi, gayet gözəl dərs edirdi və düşüncəli idi. Aha. Görürsünüz, demək olar ki, hər birimizin yadında qalan müəllimlər aşağı-yuxarı onun emosionallığı, onun sizə olan davranışından əlaqəlidir. Yəni, çox savadlı müəllimlərimiz də olub, ancaq bizə ən çox savadlıdan daha çox rəftarı yaxşı şəklində olan, düzgün bizimlə münasibət quran müəllimlər yadımızda qalıb. Yəni, buradan da aydın məsələdir ki, emosional iqlim sinifdə yaranan duyğu atmosferidir. Yəni, burada əgər şagird özünü dəyərli hiss eləyirsə, beyin neynir? Beynin təhlükəsizlik sistemi deaktiv olur. Yəni, artıq öyrənmə açılır. Əgər şagird özünü qorxu, gərgin, tənqidin içərisində hiss eləyirsə, bu zaman öyrənmə sistemi bağlanır. Yəqin ki, fikir vermişsinizsə, məsələn, şagird var, dərs soruşursan, məsələn, o qədər gərgin bir mühitdir ki, bildiyi də yadından çıxır, heç nə də öyrənə bilmir, başını da başa düşə bilmir. Yəni, o donub qalır, çox pis bir vəziyyətə düşür. Bu zaman özündən asılı olaraq beyin artıq neynir? Öyrənmə sistemini bağlayır. Və yaxud da əgər özünü yaxşı hiss edirsə, beyin biraz da getdikcə açılmağa başlayır və öyrənir artıq həmin o bir şeyi. Bəli, şagirdin özünü öz güvənini hiss eləməsi 50% müəllimdən asılıdır. Çox düzgün qeyd elədiniz. Yəni, burada emosional zəka dedikdə biz o demək deyil ki, baxın, onu da qeyd etmək istəyirəm. Emosional zəka o demək deyil ki, sən hər zaman yumşaq olmalısan, uşaqlarla xoş rəftar eləməlisən və yaxud da uşaqların başını sığallamalısan. Xeyr, biz bunları nəzərdə tutmuruq. Emosional zəkada biz artıq qeyd edirik ki, uşaqlarla düzgün şəkildə davranış göstərməliyik. Lazımı olduqda
Sərt reaksiyamızı da bildirməliyik. Lazımı olduqda, məsələn, işlənə də bilərik. Amma biz bunu hansı çərçivədə, hansı formada edirik? Biz daha çox uşağa empatik yanaşmağa, onun tərəfindən anlamağa çalışmaqla başlamalıyıq. Ondan sonra, yəni rəftarımızı birinci düzgün şəkildə göstərməliyik. Yəni biz burada sadəcə yumşaqlıq göstərmək deyil. Yəni öyrənmək üçün neyrobioloji əsasdır emosional zəka. Müəllim rəftarına görə sevilir. Elə müəllimlər var ki, çox savadlıdır, amma uşaq onu nifrət edir, çünki heç cinsə girməyə. Bəli, elə müəllimlər var ki, biz həmin o müəllimləri məsələn istəmirik. Nəyə görə istəmirik onları? Çünki onların rəftarı, onların dərsləri aşırı dərəcəsində gərgin keçir. Bizə də artıq onun verəcəyi savadı, onun verəcəyi təhsil bizim üçün o qədər də önəmli deyil. Arzu xanım, sizin bu qeyd elədiyiniz sual çox geniş bir sualdır. Yəni qüsurlu insan görəndə əlilir. Çünki bununla bağlı maarifləndirmə işləri çox azdır. Düzdür, hal-hazırda nə qədər məsələn belə təlimlər versək də, ən azından belə deyək, dünənə qədər uşaqlar, məsələn, indi inklüziv təhsil çox geniş yayılıb. İndi demək olar ki, hər sinifdə bir problemli uşaq var və yaxud da bəzən olur, bu bir neçə olur və yaxud da sırf ona özəl müəllimlər də olur və s. Yəni indi biraz ən azından keçmiş dövrə baxan yerdə biraz daha yaxşıdır bu vəziyyət. Amma bu kimi maarifləndirmə işləri hədsiz dərəcəsində çox olmalıdır. Və maarifləndirmə sadəcə sizin, mənim belə təlimlər keçməyimizlə deyil. Maarifləndirmə ailədən başlamalıdır. Maarifləndirmə bütün hər kəsin, ətrafımızdan hər kəsdən başlamalıdır ki, bunun normal şəklini uşaqlara da öyrədə bilir, uşaqlara da mənimsədə bilir. Çünki valideyn əgər çox təəssüf olsun ki, məsələn, o qədər belə situasiyanın şahidi olmuşaq ki, məsələn, valideyn gəlir, deyir ki, mən istəmirəm ki, mənim uşağım psixoloq yanına gəldiyini kimsə bilsin. Mənim uşağıma, nə bilim, dəli deyərlər, belə şəkildə reaksiya verirlər. Və yaxud da mən istəmirəm ki, mənim uşağım filan mütəxəssisin uşağı ilə yan-yana gəlsin. Axı o ağır problemdir, mənim uşağımda çox da problem yoxdur və s. Artıq valideynin düşüncəsi budur deyə, belə bir valideyn uşağına nə aşılaya bilər? Belə bir valideyn uşağına necə empatiyanı aşılaya bilər? Sən, mən, digərləri, o, bu, ha biz özümüzü öldürək, yox, o da bizim kimidir və s. Biz onları dışlaya bilmərik, biz onlara bu şəkildə pis reaksiya verə bilmərik. Ha biz özümüzə nə qədər bunu desək belə, əgər evdə onun bütün günü gördüyü valideyn uşağa qarşı bu şəkildə sərt bir reaksiya verirsə, bizim dediyimiz %1% biz ona təsir göstərə bilərik. Bəli, valideyn düzgün yönəltmir. Yəni, maarifləndirmə işi sadəcə sizin, bizim təlim keçməyimizdən kifayətlənmir. Maarifləndirmə işi uşaq dünyaya gələndən valideynlərdən başlayır. Yəni, ətrafda hər kəs artıq bu işi davam elətdirməlidir. Hər kəs düzgün şəkildə ifadə eləməlidir ki, heç kim bundan qarantilənməyib, heç kim sığortalanmayıb ki, mənim başıma belə bir şey gəlməyəcək, mən sabah başqa bir hallar yaşamayacağam, kimsə anadan gəlmə olur, kimsə sonradan belə bir problemlə üzləşir. Yəni, bunu düzgün şəkildə valideyn övladlarına çatdırmalıdır. Valideynlər, düzgün şəkildə valideynlər övladlarına çatdırdıqdan sonra artıq biz yavaş-yavaş cəmiyyəti belə deyək də, bu şəkildə düşüncəli insanlardan təmizləyə bilərik. Belə, bugünkü təlimimiz bitdi. Emosional zəka ilə bağlı məncə həm də çox sağ olun, sizlərin də sayəsində mənə də maraqlı oldu bu təlim. Çünki sizlərlə bir yerdə daha belə interaktiv şəkildə keçməsi çox xoş oldu. Buyurun, nə suallarınız varsa açıqdır. Çox sağ olun, buyurun. Bəli, çox təəssüf, yəni günümüzün ən böyük problemlərindən biridir valideynlərin uşaqlara verdiyi örnəklər. Bəli, açar sözümüz olacaq. Öncə sualları alın, sonra da açar sözə istəyirsiniz keçid eləyək. Yoxsa Kamil bəy, əvvəlcə açar sözü qeyd eləyək, sonra suallara. Suallar qeyd olunsun, sonra açar söz deyək. Tamam, oldu, çox sağ olun. Buyurun. Siz sağ olun, xoş oldu hər birinizlə tanış olmaq. Kimisə bir dənə də sualı var idi. O sualdır, alaq.
Hə, siz verdiyiniz Arzu xanım mənə verirdiniz o sualı bu sertifikatla hardasa işləmək olar, yoxsa Kamil bəyə? Baxın, mən sizə belə bir şey deyim. Yəni heç bir sertifikatla, yəqin Kamil bəy də mənlə razılaşar, heç bir sertifikatla hər hansısa bir müəssisədə, bir yerdə işləmək demək olar ki, mümkün deyil. Yəni siz əgər nəyisə arxasınca getmək istəyirsə, mütləq şəkildə onun təhsilini davam eləmək, təhsilini almalısınız. Bu tipdə təlimlər bəli çox yaxşıdır. Çünki təlimlərə qoşulduqca fikir daha da yeni fikirlər öyrənirsiniz, yeni bir fikirlər formalaşır. Bəli, diplom olanlar düz deyirsiniz. Yəni ona görə də bu kimi təlimlərə qoşulmanız çox yaxşıdır. Ancaq mütləq şəkildə təhsilini almalısınız, diplomunu almalısınız. Ondan sonra həmin o peşə üzrə lazımı olan, yəni akademik sertifikatlar tələb olunur, akademik kurslar tələb olunur ki, özünüzü inkişaf etdirmək üçün. Onları aldıqdan sonra o zaman işə qəbul ola bilərsiniz. Məncə, bəli. Yəni bu şəkildə təlimlər özünüzü inkişaf etdirməyiniz üçün çox yaxşıdır. Bu arada sizin ixtisasınız nə idi? Ən çox sual verənlərdən biri siz idiniz. Yoxsa şagird tam sözün əvvəlində vardı, unutdum. Mənə çox maraqlı gəldi bu təlim. Sualım budur ki, nə isə gözləmək adamda stres və qorxu yaradırsa, nə etmək olar? Aha. Təşviş pozuntusu var. Belə deyək də, nə isə gözləmək. İnsanda stres pozuntusu, stres və qorxu yaradırsa, nə eləmək olar? Baxır bu sizdə nə formasında bu stres və qorxu yaradır? Yəni bu zaman hansı reaksiyaları verirsiniz? Sadəcə daxildən mi keçirirsiniz? Bunun sizin həyatınıza necə təsir göstərir? Əvvəlcə onu bir dənə qeyd eləyərsiniz, zəhmət olmasa. Açırsınız təşəkkürnaməni əldə etmək üçündür. Arzu xanım, sizin ixtisasınız nədir? Tələbəsiz. Aha. Baxın Nərmin xanım, stres əslində, stresdir, qorxudur. Bunlarla bağlı istəmirəm bilinsin ki, lakin cilov olmaq olmur. Və bu sizə əgər çox hədsiz dərəcəsində mənfi təsir göstərir, hal-hazırda sizin həyat fəaliyyətinizə mane olursa, bununla bağlı bunun üzərinə getsəniz, mütəxəssisə müraciət etsəniz daha yaxşı olar. Bu birinci. Sonra deyəcəksiniz ki, hansı problemi deyirsiniz, mütəxəssisə müraciət edin. Yox. Psixoloji, baxın, sizin hamınızın qeyd etdiyiniz problemlər hər birimizdə var. Hər birimiz stressdə oluruq, qorxuruq, nə bilim, çətinlik çəkirik və s. Ancaq bunlar çox normal bir hallardır. Ancaq biz nə zaman mütəxəssisə müraciət edirik? Artıq bunu biz öz idarə etməmizdən çıxırsa, yəni özümüz idarə edə bilmiriksə və bizim həyat fəaliyyətimizə ciddi şəkildə mənfi təsir göstərirsə, artıq bu zaman biz peşəkar bir kömək ala bilərik. Və bu da sizdə dediyim kimi emosiyalarınızı idarə etməyinizdə çətinlik çəkirsinizsə, hisslərinizi heç bir şəkildə cilovlaya bilmirsinizsə və ətrafda bu hədsiz dərəcədə çox hiss olunursa, bu halda yaxşı olar ki, mütəxəssisə bir müraciət edəsiniz və bu zaman həm də bu problemin kökünə yönələsiniz ki, yəni biz artıq bilərsiniz ki, bu problem nəyə görə belədir, nəyə görə siz hal-hazırda belə bir halları yaşayırsınız. Bu cür təlimlər bir daha nə vaxt olacaq? Bunun artıq sualın cavabını Kamil bəy sizə bildirəcək. Stresi uzun müddət gizlətmə insan səhhətinə necə təsir edir? Stresi uzun müddət gizlətmə insan səhhətinə pis təsir edir. Fərz edin ki, sizə bunu belə bir formada izah edeyim. Düşünün ki, sizin belinizdə bir dənə çanta var və bu çantanız boşdur. Və siz hər hansı bir stres yaşayırsınız, hər hansı bir çətinlik yaşayırsınız, hər hansı bir problemlər yaşayırsınız və hər dəfəsində o stresi yaşadıqca bunu belə deyək ki, gizlədirsiniz və atırsınız həmin o çantaya. Günü-gündən atdınız və gün elə bir dönəm gəlir ki, artıq o çantanı siz daşıya bilmirsiniz. Stres də bunun kimi bir şeydir. Problemlər, stresslər, bunlar hamısı bunun kimi bir şeydir. Artıq o çantanı siz daşıya bilmədiyinizə görə bir yerdən sonra nə olacaq? Çökəcəksiniz. Bir yerdən sonra artıq hərəkət eləmək sizin üçün çətinləşəcək. Bu da artıq sizin səhhətinizə hədsiz dərəcəsində pis təsir göstərəcək.
Ona görə də hər bir hissi olduğu kimi yaşayıb onu başa düşmək daha yaxşıdır. Ben obsessiya varsa və obsessiyalarınız artıq idarə etmədən çıxıbsa, yəni mütəxəssis də onu qeyd edib, belə başa düşün ki, mütəxəssis yanına gedirsiniz. Bununla işləmək lazımdır. Obsessiv kompulsiv pozuntu əgər həm dərman müalicəsi ilə, həm də ki, terapiya ilə həll olunan bir problemdir. Müəllim əgər dərsdə pasiv aqressiya göstərirsə, onu necə edək ki, idarə edək? Başa düşdük. Allah rəhmət eləsin. Aydındır. Müəllim əgər dərsdə pasiv aqressiya göstərirsə, onu necə eləyək ki, idarə eləyək? Məsələn, necə bir formada göstərir bu aqressiyasını? Siz müəllimsiz, yoxsa Aha, mən onu soruşmaq istəyirəm ki, dərsdə pasiv aqressiya dedikdə nə nəzərdə tutursunuz? Necə bir formasını da göstərir? Nələr edir ki, siz bunu belə hiss edirsiniz? Bəzən müəllimlərin də özünü təsdiq etməyə ehtiyacı olur. Onu olduğu şəklində qəbul edir. Yəni çox təəssüf ki, hal-hazırda kimimizdə elə bir müəllimlər olur. O halda mən Kamil bəy, açar sözü qeyd eləyirəm. Bəli, qeyd edin. Aha, açar sözümüz, yəni az əvvəl də dediyim kimi bu tərimdə ən çox sevdiyim sözdür, empatiyadır. Artıq qeyd eləyib Kamil bəyə müraciət eləyə bilərsiniz. Bəli. Uşaq ataya nifrət kim var? Bu ana bətnindən gələ bilərmi? Ana bətnindən, əgər anan uşağa hamilə olduğu dövrdə ata ilə münaqişələr yaşayıbsa və ataya qarşı hər hansısa bir sevgisi yoxdursa və yaxud da hər hansısa problemləri çox olubsa, ondan sonra, yəni bu zaman təbii ki, uşaq o hiss eləmir ki, bu iminə bu kin ataya qarşıdır. Yəni ananın hisslərini, uşaq da belə deyək də, ananın hissləri uşağa təsir göstərir. Artıq uşaq dünyaya gələndən ananın emosiyaları ona özünü göstərir və yaxud da ata uşaqla düzgün şəklində rəftar etmir və yaxud da burada başqa bir problemlər ola bilər ki, ata ilə uşaq anaya o qədər meyilli ola bilər ki, atanı anaya qısqanır, qəbul eləyə bilmir ki, yanında ata var. Mən bir neçə burada situasiyadan söhbət eləyə bilərik. Yəni bunu sırf ana bətnindən deyil də, atanın uşağa olan davranışı ilə əlaqəli ola bilər. Əgər uşaq atanı görübsə. Müəllim bizə müəllimlik edir, sadəcə dərs danışdığım yerdə dərin öncə suallar versə, mən necə idarə edə bilərəm? Bilirsiniz necədir? Burada mən sizə belə bir şeyim, çox təəssüf ki, sadəcə olaraq müəllimlər düşünürlər ki, şagirdin, tələbənin, yəni bəzi müəllimlər, istisnalar var təbii ki, bəzi müəllimlər düşünürlər ki, mən müəlliməmsə, şagirdin heç nə demək ixtiyarı yoxdur. Yəni, bu mənim sinifimdir, mən istəsəm ona aydan, çaydan, hər yerdən sual verə bilərəm. Çox təəssüf ki, belə insanlar da müəllim olurlar. Və hər nə olur olsun, siz öz hüququnuzu, öz haqqınızı düzgün şəklində bilməlisiniz. Və ona, belə deyək də, mədəni şəkildə sındırmaq mı deyim, mədəni şəkildə onu bu sualı heç əlaqəsi yoxdursa mövzuyla və s. Mədəni şəkildə onu bildirmək lazımdır ki, yəni bu sual hal-hazırda yoxdur, yeri yoxdur və s. Yəni bu formasında onu idarə eləyə bilərsiniz. Çünki çox təəssüf ki, mən sizə indi burada hansı bir variantı da desəm, çox təəssüf ki, elə müəllimlər olur ki, siz hansı formada cavab versəniz, sizi oradan sındıra bilərlər. Deyə bilər ki, mənim dərsimdə istədiyim şəkildə cavab verin, suallar verin. Bəs mən kin, həm də sevgi qarşılıqlı hiss var, necə davranacağını bilmir. Bəs onda necə, tam onu başa düşmədim. Hə, atadan söhbət gedirdi, bayaqlar deyirsən, ata ilə bağlı qeyd eləmişdiniz ki,
Kin həm də sevgiyə qarşılıqlı hisslər necə davranacağını bilmir. Bəs onda. Yəni əgər uşağın atası ilə bağlı, atasından bağlı danışırıqsa, həm atasına qarşı kin, həm sevgiyə qarşı hiss var. Deməli bilirsiniz necə bu münasibətlərdə ortaq nəsə bir problem var. Ya ola bilər ki, uşaq hədsiz dərəcəsində anasına bağlı olub, ana ilə hədsiz dərəcəsində bir yerdədir, ona aşırı dərəcəsində bağlıdır. Yəni burada artıq ana-bala münasibətindən çıxır və uşaq atanı özünə rəqib şəklində görür. Həm atasını çox istəyir, həm atasına qarşı müəyyən bir kini var. Bu ola bilər və yaxud da başqa bir problem, atanın davranışlarında tutarsızlıq var ki, ata bir gün yaxşıdır, bir gün pisdir, bu da ola bilər. Bu zaman nə edə bilərsiniz? Çalışın hər zaman münasibəti eyni tonda saxlamağa bacarasınız. Yəni məsələn, bunu bu günləri tutaq ki, sevirsinizsə sevirsiniz. Bu anda hirslənmisinizsə, bu hirslənməyin də normal olduğunu ona göstərin. Və yaxud da bunu ona yox deyib əlindən alırsınızsa, yox cəzasını verirsiniz. Sonradan sizə öpüb qucaqlayırsa, təzədən hə bunu sənə verim. Yəni bir gün ilə bir gün və yaxud da bu günləri keyfim yoxdur, heç verməyim. Belə şeylər edirsinizsə, siz orada artıq uşaqdan normal düzgün münasibət davranış gözləyə bilməzsiniz. İlkin olaraq belə bu şəklində başlayın. Bir də ki, əgər dediyim şəklində uşağın anaya qarşı hədsiz bağlılığı və ata ilə bir yerdə olduğunda uşaq ataya daha aqressiv davranırsa, o halda uşağa ata ilə ananın normal münasibətinin belə olduğunu bildirmək lazımdır ki, göstərmək lazımdır ki, yəni ata-ana münasibətləri bu formasında olur. Yəni valideynlər arasındakı münasibət, valideyn ilə övlad arasındakı münasibət isə bu formasında olur. Belə. Məncə başqa sual yoxdursa, istəyirsinizsə təlimimizi yekunlaşdıraq. Nə Kamil bəy? Sual yoxdursa yekunlaşdıraq. İlk öncə iştirak edən hər kəsə təşəkkür edirik. Sevinç xanım, sizə də təşrifimizi qəbul edərək gəldiyiniz və dəyərli vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik. Xoş oldu. Mən də sizə təşəkkür edirəm xoş təşkilatçılığa görə. Bütün iştirakçılara da hər birinizə çox təşəkkür edirəm. Sizin ailenizdə təlim çox maraqlı oldu. Çox sağ olun. Gecəniz xeyrə. Gecəniz xeyrə. Sağ olun.